Gözlə inana Zərcəlim yoxsa? Yox, işi. yox, biz beraber diyelim gel iştirak edelim. Ne bana dünyaya etibarı yoktu. Ben de sabah bir gün ölüp gideceğim. Ne dersin? Aman aleyküm. Efendim, hoş gördük sizi. Hoş gördük. Lazım elim buyurun. Gazi, gel görək haralardasan sen? Ben Parlamentin Agro Komitesi'nde kent tasarrufatı yönetiyorum. Köklənib yenə də könlüm qəm üstə, ağardır saçımı baş. Cavanlıq ateşi sönür ahəstə, azalır ömürdən yaş, yavaş. Diləyim olmayıb fani dünyadan, bir arzum olubdu ulu Tanrıdan. Heç zaman heç kimə möhtac olmadan köçəydim dünyadan, kaş, yavaş. Özümdə bilmirəm nədir bu təlaş, bir ölmək deyildi dərdim a qardaş. Hər ürək yerinə asılsa bir daş, tab etməz, əriyər daş yavaş. A qəmbər ömrünü vermisən bada, sən nələr görmədin fani dünyada. Arxalanma nə qohuma nə yada, ötür yavaş. Ötür yavaş. Aş yavaş. Hoş geldiniz aziz qonaqlarımız. Sizin gəlişiniz bizə böyük sevinç gətirdi. Bugünkü tədbirimiz muzeyimizin Mədəniyyət, Ədəbiyyat, Bədii Yaradıcılıq Məclisinin sədri, Qızıl Qələm mükafatı laureatı
Azərbaycan Yazıçılar Birliyi, Jurnalistlər Birliyinin üzvü, müharibə və əmək veteranı, şair, publisist Ənvər Əhmədlinin "Şairəm mənim də öz sözüm vardır" adlı kitabının təqdimat mərasimində toplaşmışıq. Muzeyimizdə yaradılmış Yaradıcılıq Məclisi qısa müddətdə yaranmasına baxmayaraq artıq 4 kitab çapdan çıxmışdı ki, bunlar da yerli yazarların, şairlərin əsərlərindən ibarətdir. Ədəbiyyat qəzetinin şöbə redaktoru, prezident təqaüdçüsü, Aran bölməsinin, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, Ədəbiyyat qəzetinin şöbə redaktoru, prezident təqaüdçüsü Sərvaz Hüseynoğlu aparacaq. Buyurun Sərvaz bəy, sözü veririk sizə. Əziz tədbir iştirakçıları, hörmətli qonaqları. Biraz öncə bir deməli xronika göstərdi. Mən o xronikanın entin arxa hissəsində, yəni görünməyən bizim hər birimizin sizlərin görə bildiyi anları, anam zaman zaman yaddaşımda saxlamışam. Bilirəm ki, o kadrların arxasında kimlər var idi, hansı gün idi, hansı günün çəkilişi idi və o gün bizə çox təsir. Deməli, Qəmbər müəllimin 60 illik yubileyində toplaşmışdı. 60 illik yubileyində keçirilən bir tədbirin kino xronikasına indi baxıram və yadıma bizim gözəl şairimiz, tanınmış şairimiz birinin misrası yadıma düşür. Sizdən ayrılanda dağlar cavandım, indi hüzuruna qoca gəlmişim. Yəni yaş ötü, ömrün anları gedib, o zaman bizim gözəl alimimiz, gözəl insan və şəxsiyyət, akademik, o zaman Milli Məclisin üzvü olan Nizami müəllim də iştirak edirdi burada. Və onun da, mənim də o zaman haradasa aradan 15 il vaxt keçən bir vaxtın anların yada saldıqca Nizami müəllim. Həmin o 15 il bundan qabaqki aqaba, təəssüratlar gəlib yerdə gözlərimizdən keçir. Şöhrət Tahir Xalq şairlər gəlmişdi. İlyas Tapdıq buradaydı və İlyas Tapdığın çaldığı o saz havaları mənim yaddaşımdadır. Aradan xeyli uzun bir müddət zaman keçir. Ancaq buna baxmayaraq ürəklərimiz, qəlblərimiz yenə də Qəmbər müəllimlədir. Ona görə ki, Qəmbər müəllim çox böyük ziyalıdır. Qədir bilən ziyalıdır. Öz elinə, ovasına, ətrafına hörmət gətirən ziyalıdır. Və yerlərdə belə ziyalıların olması, belə rayonların, o yerlərin və bölgələrin özünə də bir sevgi, məhəbbət duyğusu gətirir. Mənim yadımdadır, gəncliklərimizdə bir şeir oxumuşduq ki, gözəllər şəhərə hörmət gətirir, məhəbbət hörməti, sevgi hörməti. Yəni, gözəllərlə yanaşı, gözəllərin olması çox gözəl bir işdir ki, eyni zamanda da o gözəlliyin özü əslində elə o yaxşı insanlar. Yəni, Qəmbər müəllim o yaxşı insanlar siyasındadır. Qəmbər müəllim həmişə o pərvanə şamın başına dolanan kimi və bundan usanmadığı kimi həmişə cəmiyyətdə yaxşı işlərin ətrafında olmasından, yaxşı insanların yanında olmasından, lap belə adi bir qonağın qarşılanıb yola salınmasına qədər olan mədəniyyətinə, əxlaqına və insanlığına görə mən ona həmişə böyük hörmət bəsləmişəm və haradasa onun davranışından özü üçün bir dərslik götürmək, dərs götürmək istəmişəm ki, yəni insan yaşadı olduqca, müdrikləşdikcə belə olmalıdır. Bizim Hüseyin Arif'in və başqa bir neçə şairlərin ümumiləşdirilmiş cümləsi var idi ki, ağsaqqal ayrıdır, ağsaqqal ayrı, ağsaqqal deməzlər, hər ağsaqqal ayrı. Bu həm də Füzuluşuna Sabir Əliyevin şeirlərinin bir misladır. Yəni bunların həmişə o qədər bir-birinə ruh yaxınlıqdır ki, adam karıxır və bəzən də onları bir-birinin yaxınlığında, bir-birinin doğmalığında yadasınır. Mən bu 75 illik yubileyinin ilk anında, ilk dəqiqəsində Qəmbər müəllimə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimin xalq yazısı salamlarını çatdırıram. Yəni bundan əvvəl Anar müəllim müraciət eləmişdi rayon başçısına, onun tədbirinin keçirilməsinə şərait yaratılması üçün rəsmi məktubla müraciət eləmişdi. Çox sağ olsun, minnətdarımızı bildirdik. Eyni zamanda bir ayrı təbrik məktubu da vardı ki, sadəcə olaraq onun başa gəlməsində mən Qəmbər müəllimin söhbət elində deyərim, orada problem nədə yarandı? 1949-cu ildə Anadolu'nun söhbəti və 75 illik yubileyi ilə götürəndə bu belə nəsə belə vaxt baxımından ona görə də biz bunların ümumiləşdirilmiş formada o rəsmi məktubu hələlik 80-də yeyinə saxladı.
Belə çox xoşdur ki, sizinlə bir aradayıq, bir yerdəyik. Şeirin, sözün, sənətin ruhu dolandığı bir aləmdə, bir məkandayıq. Və hesab edirəm ki, burada insanlar bəzən olur tədbirlərə zorla, tapşırıqla çox sayılı adamlar gəlir. Ancaq burada o baxışlardan da, o oturan insanların simasından da görürlər ki, hər kəs o qədir bilən, Qəmbər müəllimə yaxın olan, əziz olan adamlardır. Və hər birinizi bir daha salamlayıram. Və mən bütün o müəyyən qaydalar ki var, bizə burada da siyahı var, kimlər arzulayır, kimin də ürək sözü var, ancaq mən çox istərdim ki, bu məclisi ilk olaraq sözü bizim əzimiz, mütəfəkkir alim, çox görkəmli filosof, alim, dilçi alim Nizami Cəfərova verəmiz sözü. Ona görə ki, Nizami müəllim bizim aksaqqalımızdır, yəni mən Yazıçılar Birliyi olaraq o təşkilatda işləyən insanlar deyirəm. Və Nizami müəllimin böyük dəyərli ilk olaraq Ulu Öndər Heydər Əliyev. Yəni dedi ki, yadımdadır ki, dedi ki, mən Atatürk mərkəzi yaratmışam və oraya çox böyük bir alimimizi təyin eləmişəm. Yəni Ulu Öndərin o çox böyük bir alimimizi sözü təyin Nizami müəllimin elə Allah çok sağ ol. O kadar təriflədin ki, daha da bir danışmaq istəmir. Bizim əlbəttə bugünkü söhbətimiz bizim əziz qardaşımız Qəmbər müəllim haqqında bu söhbət onun yaradıcılığından gelir, onun güclüyündən gelir və Sərvaz müəllimin də dediyi kimi Qəmbər müəllim çox tərəfli bir insan. Güzel bir şəxsiyət. Amma təbiidir ki, əgər o şair olmasaydı, nə qədər gözəl olan da olsa biz bugün burada yaşam dörüdük. Birinci növbədə Qəmbər müəllimi biz şair kimi tanıyırıq, sevirik. Onu bəzi kitablarında mən ön söz yazmışam. Artıq neçə illərdir mən belə bir muğamda, belə bir gözəl değerli, sözün qiymətini bilən, dili hiss edən, dili duyan və dediği sözün də qədir qiymətini biləndir. Özəl şair kimi tanıyılan. Qəmbər müəllim indi Bakıda yaşasaydı, bütün həyatın ədəbiyyata, poeziya əsirləsəydi, indi çoxdan bu, yəqin ki, belə deyim ki, bəlkə də bəzi xüsusiyyətlərini, bəzi dəyərlərini ikinci plana keçirlərdi. Diqqəti daha çox ədəbiyyata, poeziya, şeirə verərdi və biz bugün onu xalq şairi kimi təbrik edə bilərdik. Yazıçılar Birliyinin katibi ola bilərdi. Yəni o istedad, o qabiliyyət, o mədəniyyət ki, Qəmbər Əhmədlidə var. O bütün bunların hamısını eləyirdi. Amma həyat da çox qərbədir. Həm sən özün əsəri yazırsın, həm də özün bu dünyanın, bu həyatın, bu gəlmişin əsərlərindən birisin. Yəni həyat, tarih adamı bir əsər kimi yazır. Və bu mənada görünür Qəmbər müəllimin yəni saatında qalması. Qəmbər müəllim təbii ki, saatlığın miqyaslı bir adam deyil. Yəni saatlığın miqyaslı yaxşı bilirəm, onu azaltmaq istəmirəm. Və bizim xanım müzeydə saatlığın tarixindən danışdı və bunlardan, saklardan bəri nəhək bir tarixin varisidir saatı. Amma Qəmbər müəllimdən də çox geniş belə miqyası var adam. Yəni dünya görmüş adamdır, dünyanın çox işlərində iştirak edilmiş adamdır, değerli bir intellektualdır, qiymətli bir ziyalıdır, dostların arasında hörməti var. Amma yenə də əsas onun biz şairliyini ayrıca qiymətləndiririk və çox bir neçə belə onun mövzularında əsas bir mövzusu təbii ki, şairdirsə məhəbbətdən də yazacaq, şairdirsə çox iddialı olacaq, şairdirsə özünü ilk növbədə qiymətləndirəcək. Yəni bunların hamısı var Qəmbər Əhmədli yaradıcılığında və bunsuz da şeyi olmur, şairlik olmur. Bizə rəhbər Sabir deyildi ki, bənzərəm bir qocaman dağa ki, dəryadadılar. Əgər şair
özünün o qüdrətini, əzəmətini tərənnüm eləmirsə, vəsf eləmirsə, o şair deyil. Bir vaxtlar mənim yadımdadır, bizim çox böyük şairimiz Rəsul Əmzadlı, Dağıstan şairimiz, olmuş şairimiz hesab edilir. Ondan bir söz soruşdular. Dediler ki, bəs indi cavan şairlər meydan açdı. Elə bir şehir kitabı çıxan kimi özlərini şair adamdır. Yəqin ki, siz elə olmamışsınız. Birisi nə danışırsınız? Kitab mən, zat mən birinci şeirim çıxanda mən dedim dahi. Şairin o təbiətin şair o cür düşünməlidir və şair öz obrazını yaratmalıdır. Mənada Qəmbər müəllimin şeirlərində, poeziyasında onu çox özünün çok güzel obrazı var. Özünü təqdim edilməyi bacaran bir yaratıcı şəxsiyyətdir. Amma həyatı da tərcümə halını elə gətirir ki, yəni o, məsələn, müharibədən də yazanlar, bizim azadlıq uğrunda, müstəqillik uğrunda mübarizəmizdən də yazanlar, bizim ərazi bütövlüyü uğrunda mübarizəmizdən də yazanda, hamısında da olub ürəkdən yazdığı hiss olub. Duyulur çünki bu həyatı yaşayıb. Bəlkə də gənclər, ondan daha gənc olan deyək 20-30 yaşında müharibədə iştirak edəndə, hətta bizim bilirsiniz çoxlu qazi şairlərimiz var. Onların şeirlərində müharibə, ərazi bütövlüyü, zəfər, Azərbaycan prezidentinin qazandığı, Azərbaycan üçün qazandığı böyük dəyərlər biraz ayrı cür təqdim olunur. Amma Qəmbər müəllimin poeziyasında həm yorum var, həm hissiyat var, həm də müziklik. O hiss olunur ki, o bu həyatı yaşayır, bu həyatın dəyərini bilir, bu zəfərin dəyərini bilir, bu qələbənin dəyərini bilir. Bu qələbənin xalq üçün nə olduğunu çox gözəl izah edilir və bu qələbənin hər bir insanın tərcümə halında nə dərəcədə böyük əhəmiyyət olduğu için. Bizim bir vaxtlar belə idi. Biz xarici ölkələrə gedəndə özümüzü ikinci, üçüncü dərəcəli hesab edirik. O möhtəşəm saraylarını, möhtəşəm mədəniyyət müəssisələrini, hətta adicə otelləri görürdük və düşünürdük ki, deyəsən bizim xalqımızın səviyyəsi çox. Amma nə qədər keçdi? 15-20 keçdi. İndi bugün nəinki Bakı şəhəri, Azərbaycanın rayonlarında da elə tikililər, elə meydanlar, elə yollar var ki, biz artıq insan kimi özümüzü nə bir ingilisdən, nə bir fransızdan, nə bir almandan aşırırsa belə. Demək, bizim təbiətimizdə, istedadımızda, işimizdə var idi. Sadəcə bunu gerçəkləşdirməyə ehtiyac var idi və bu gerçəkləşdirdi. Qəmbər müəllim dediyim kimi həm insan hissiyatları, sevgi, məhəbbət, insanlıq, burada bir gözəl bir şeiri səsləndi. O şeiri mən telefonda da qulaq asmışdım. Şeir nə mənada gözəldir. Orada insan ləyaqəti var, orada şəxsiyyət var. Heç kimdən asılı olmamaq. Nə yaddan, nə qohumdan, heç kimdən asılı olmamaq. Və bu dünyada o yaşadığın illəri borçlu ola yox. Mən deməzdim ki, kimsə sənə borçlu olsun, ona da ehtiyac yoxdur. Amma insan ləyaqəti olur. Borçlu olmayasan, doğrudur, burada söhbət ayrı borçdan gedir. Bizim bəlkə də hamımızın hamıya borcumuz var. Biz izafı ata-ana borcunda olan insandan, ata-anadan borc almışıq, o borcu sonra qaytarır. Yəni insan bu dünyada borçsuz ola bilməz. Hətta deyirlər ki, o biraz uzağa falan ki, dünya ölkələri içərisində ən çox borc Amerika Birləşmiş Ştatlarıdır. İndi işin bu tərəfi də var, amma Qəmbər müəllim tamam şeydir. Yəni deyir, o həyatı ləyaqətlə yaşamaq lazımdır. Bu bir insanın təcrübə hal üçün də belədir, bir xalq üçün də belədir. Yəni xalq da gərək elə yaşasın ki, yəni bu ləyaqət hissi ona
onun olsun, ona hörmət olsun. Bugün Azərbaycan prezidenti çox böyük mübarizələr aparır. Biz hamımız bilirik. Özü də necə ölkələrlə, hansı ölkələrlə. Çox zaman deyək ki, bizim tariximizdə elə izlər qoymuş, elə agresiv qüvvələrlə mübarizə aparırlar ki, biz birbaşa onlarla döyüşə girə də bilmirik. Yəni, onun üçün böyük diplomatiya lazım gəlir. Çünki biz öz gücümüzü, imkanlarımızı bilirik. Amma bu gücümüz və imkanlarımız daxilində biz öz ləyaqətimizi qoruyuruq. Niyə? Ona görə ki, Azərbaycan şairi də öz ləyaqətini qoruyur. Azərbaycan ədəbiyyatı da öz ləyaqətini qoruyur. Ona görə də bu cür bizim yəni biraz da mərkəzdə deyil, bizim belə deyək, bölgələrimizdə bu cür hissiyatlı və bu cür qürurlu şeir yazan böyük bir şairimiz var ki, ona görə də onun haqqında danışmağa dəyər, onun ətrafında yığılmağa dəyər, onun yaradıcılığında fəxr olunmağa dəyər. Mövzuları görürsünüz ki, çox genişdir. İctimai mövzular onun şeylərində lap belə əvvəllərdən mövcuddur. Dünya Azərbaycanlılarının, dünyadakı Azərbaycanlıların, Rusiyadakı Azərbaycanlıların tapılması, onların qədrini, qiymətinin bilinməsi, bu sahələrdə həm publisistinin xidmətləri var. Bir də yaxşı dost həmləməlidir. Onu biz görməyəndə, onunla təmaslı olmayanda yaxşı ki, kitabları var. O kitablarını oxuyuruq və niyə onu mən deyirəm, ona görə ki, Qəmbər müəllim kitablarındakı qədər zəngin, şeirlərindəki qədər zəngin. Elə insanlar var ki, onların şairliyi bir hadisədir. Şəxsiyyətləri, xarakterləri ayrı bir hadisədir. Amma Qəmbər müəllimdə bu rivayət qədər mükəffəl, bölgələr və belə dilini tamamlayan, dilini tamamlayan dəyər. Mən onsuz da söhbəti çox uzatdım. Qəmbər müəllim 75 yaşında vəqtən görüşürük. Ona ondan sonra da can sağlığı arz edirəm. Mən bir daha arzu edirəm ki, Qəmbər müəllim daha 75 yaşdan sonra məcbur eləməsin ki, biz daha elə həmişə onun kitabları ilə təmasda olar. Arada Bakıya gəlib gedir, son vaxtlar nəysə biraz görüşmək olur. Qəmbər müəllim, sizə can sağlığı. Sizə yeni kitablar və sizin yazdıqlarınız təmiz ay işığı kimidir. Ay işığı kimidir. Su kimidir. Belə, çox belə təsir edən, adamda xoş əhval-ruhiyyə yaradar. Ona görə də sizin 75'də təbii dayanmaq yox, 75'də yaşamaq yox. Sağ olun. Zaten çok sağ ol. Qəmbər müəllim, bu tərifləri və haqqınız olan tərifləri biz sizə bir böyük filosof Nizami Cəfərov deyir, bu böyük tarix, bu sözləri haqqı qazanmaqla böyük ömürdür. Bizim böyük xanəndəmiz Cabbar Qarayağdıoğlu həmşə, ona hörmət əlaməti olaraq sözü əvvəlcə musiqidə Cabbara verilmiş. Cabbar da oxuyanda bütün muğamların hamısını o bir muğamın içində oxuyurmuş. Bir yerdə o əllərdə yazdılar qalmış. Nizami müəllim, sizin haqqınızda olan o bütün ədəbi yaradıcılıq prosesi, insanın prosesi, cəmiyyətdəki yeriniz, mövqeyiniz haqqında o qədər əhatəli, gözəl danışdı. Hətta mən özüm də bundan artıq, bundan sonra nə deyəcəyim haqqında fikirləşirdim. Amma yaxşı insanlar haqqında, gözəl sənətkar haqqında, rayonun ədəbi mədəni həyatına hörmət gətirən bir insan haqqında xoş söz həmişə tatlı demək olur. Xoş söz həmişə dilə özü atıq gəlir. Yəni orada məcbur an yaşamaq olursa. Yani Nizami müəllim o gözəl çıxışlarından sonra bizim İmişli Sağlıqlı 80 sayılı seçki dairəsindən Milli Məclisə bir Razi bəyə
söz vermək istəyirəm. Sırtlandan böyle filosoftu ha. Ay kafam. Adam bu da çarpıcısın zor. Çarpıcısın. Demişti sana değil. Hörmətli ziyalılar, hörmətli saatlı sakinləri, sizin hörmətli Fəxrədi, Hüsnü müəllim. Mən hər bir kəsi buradan ürəkdən salamlayıram. Və həqiqi ki, mən bugün daha çox xoşbəxtəm, daha çox şadam ki, həm bizim əzizimiz, gözəl şairimiz Qəmbər Əhmədlinin həm kitabının təqdimatında, həm də 75 illik yubileyində iştirak edirəm. Qəmbər müəllim çünki mənə çox yaxındır, yaxın dostluq, gözəl bir ağsaqqaldır. Həm də mənim rəhbərlik etdiyi Milli Cəbhə Partiyasının həm də Saatlı rayon şöbəsinin sədridir. Böyük ziyalıdır. Və doğrudan da mən də Sərvad müəllimin fikrinə qatılıram. İmzalı müəllim o qədər geniş danışdı ki, hətta bizim İmişli rayonun partiyamızın sədri və böyük şair, böyük bizim ziyalımız Sərvad müəllim də hoca iki ayaqlıdır. Yanlış sorunlar. Çox amma gözəl hisslər yaradır və bütün bunların hamısı təbii ki, xoş notlar üzərində deyilir. Qəmbər müəllim böyük ziyalıdır. Bunu hamımız qəbul edirik. Mən Nizami müəllimə daha yaxşı bu sözləri təsvir edə bilmərəm, amma doğrudan da Qəmbər müəllim həm də gözəl bir insandır. 75 yaşı var. Bu 75 yaşında onun saçları ağarım. Amma Qəmbər müəllim o kəslərdəndir ki, o saçında olan hər bir ağ tükün haqqını vermiş insandır. Həqiqətən haqqını vermiş insandır. O həm uşaqdır, həm ziyalıdır, həm bir rəhbərdir, həm bir iş adamıdır, həm bir şairdir, həm bir gözəl bir vətəndaşdır, həm vətəninə bağlı bir kəsdir. Yəni, dəyərlərin hamısını özündə birləşdirən, kombinasiya edən gözəl bir universal bir şəxsiyyətdir. Mən onun şəxsiyyətinə böyük hörmət bəsləyirəm. Hətta onun övladları da tanıyıram. Çox böyük işlərə nəsil olublar. Gözəl ailədən çıxıblar, gözəl tərbiyə alıblar və özləri böyüyə bilirlər. Bu, hər bir kəsə xas olan bir cəhət deyil. Və ona görə də həm Qəmbər müəllim gözəl bir şair, ziyalı olmaqla bərabər, həm də cəmiyyətimizə gözəl nümunə yaradan bir şəxsiyyətdir. Qəmbər müəllim yazır və bizim bir çox şairlərimiz də yazırlar. Mən deyərdim ki, Azərbaycanda ən çətin həyata malik olan təbəqələrdən biri də şairlərdir. Çünki yazıçılar bəlkə də kitablarını daha yaxşı yazsalar, biraz indi onu reklamlı qursalar, başqa dillərə tərcümə etsələr, romanları daha çox insanlar alıb oxuya bilər və ondan nəsə bir gəlir əldə edə bilərlər. Amma şairləri spesifik adamlar oxuyur. Gərək səndə bir şair qəlbi, mərhəmət hissi olsun, sən oxuyub ondan zövq ala biləsən. Qəlbində mərhəmət hissi olmayan insan şeiri də olsa onu qavraya bilməyəcək, ondan zövq ala bilməyəcək. Ona görə də şairlərin oxucuları daha azdır. Və bazarlarda da çox kəsaddır. Sovet zamanında şairlərin kitablarını Sovet hökuməti özü çap edərdi dövlət, ona görə qərar verərdi, onları da dolanışırır, ondan çıxardı. Amma bugün şairlər şair olmaqla bərabər, yazı ilə, kitabları ilə, şair qəmləri ilə bərabər həm də ailələrini özlərini dolandırmalıdır və eyni zamanda kitablarını çap etmək üçün vəsait axtarışına çıxarmalıdırlar. Təbii ki, bu onların yaradıcılığında və fəaliyyətində kifayət qədər təsir edir. Ona görə də mən həmişə belə bir kədər hissi ilə xatırlayıram və bunu demək istəyirəm ki, təəssüflər olsun ki, yeni bizim ikinci müstəqilliyimizdə, bax bu yeni dövrümüzdə, bu kapitalizm cəmiyyətində, bu bazar iqtisadiyyatı cəmiyyətində
Hansı ki hələ ki bizdə biraz vəhşi formadadır. Çünki o biri ölkələr o vəhşi kapitalizmdən normal sosial kapitalizmə keçmək üçün 100 illər sərf edirlər. Biz hələ cavan dövlət, gələ bizdə bu insanlar formalaşmalıdır. Biznesə, insanlara, cəmiyyətə münasibət formalaşmalıdır. İnsanlar hər bir dəyəri pulda görməli deyirlər, amma bunun üçün müəyyən zaman lazımdır. Belə bir vaxtda şairlər ən zəif bir və həssas bir təbəqəyə çevrirdilər. Kitablarını sata bilirlər. Onlar biliklərini, bacarıqlarını kapitala çevirə bilmədilər. Və kapitala çevirmək üçün də o imkanlar yoxdur, dərsliklər olsun bugün. Şair olmaq əvvəllər bir sənət idi. Şaircə sən işin budur. Yazırsan və buna görə də dəyər alırsan və bununla dolanırsan. Bugün şair olmaq sadəcə olaraq sənin bir hobbi sanki fəaliyyətinə çevirir. Yazırsan, qiymət veriləcək, ziyalısan, amma eyni zamanda sən çalışıb artıq özünlə öz həyatını qurmalısan. Ona görə də çox həssas bir təbəqəyə çevirdilər. Ümumiyyətlə, rəssamlarla bunu gibi bir çox ziyalı, mədəniyyət işçilərinin hamısı çox çətin bir vəziyyətdə yaşayırlar. Mən bilirəm ki, rayonlarımızda olan mədəniyyət sahəsində çalışan insanlar, və buna bənzər mədəniyyətin digər sahələrində çalışan insanların sosial vəziyyətləri çox da ürək açan deyil və ümid edirəm ki, biz bununla bağlı daha ciddi addımlar ata bilərik parlament səviyyəsində, dövlət səviyyəsində. Şükür Allaha Qarabağda azad olunur və artıq dövlətimizin içində, ölkəmizin içərisində insanlarımızın ləyaqətli həyatını təmin etmək üçün daha böyük sosial layihələr, daha böyük işlər görürlər ki, ölkəmizin içərisində insanlarımız firavan və şans proqram yaşaya bilsinlər. Bunun üçün əsas layihələr şükürlər olsun ki, xarici siyasətdə rüsumumuz yoxdur. Çox ciddi xarici siyasət uğruna əldə edilmişik və doğrudan da Prezident İlham Əliyev və onun komandası və iqtidar, mən deyə bilərəm, bunu başqa bir partiyanın sədri olsam da, yenə də mən bunu etiraf etməliyəm ki, Azərbaycanda İlham Əliyev gələr, Prezident İlham Əliyev gələr, yəni Azərbaycan üçün yadda qalacaq qara kitablarının səhifəsindən silinməyəcək işlər görən lider olmayın. Bunu etiraf etməliyik, bu xarici siyasətdə bu cür böyük uğurlarımız var və mən ümid edirəm və ümid etmək istəyirəm ki, artıq biz bunların hamısını həll etmişik, artıq ölkəmizin içərisinə nəzər salıb, ölkəmizin içində artıq o böyük uğurlara imza atmalıyıq. O tarixləri eyni zamanda ölkəmizin daxilində, insanlarımızın sosial həyatında, iqtisadiyyatımızda yaratmalıyıq. Ümid edirəm ki, burada yarada bilərik. Bunun üçün daha ciddi səviyyədə çalışmalıyıq, daha ciddi əzimlər göstərməliyik və mən bu sahədə əlimdən gələni etməyə hazıram və etirəm. Ümid edirəm ki, bu sahədə ciddi dönüşə nail ola bilərik. Mən bir daha hörmətli qəmbərlər, sizi təbrik edirəm, sizə uzun ömür, can sağlığı arzulayıram. 70 yaşınız olsa da 55 yaşında görünürsünüz. Mən sizə daha gözəl, sağlam həyat arzulayıram və yaradıcı günlər arzulayıram. Hər zaman ucalarda olun, zirvələrdə olun və dostlarınız da ətrafınızda olun. Teşekkür ederim Razı Bey. Çok güzel dediniz ki bugün Azerbaycan üçün Azerbaycan siyasi ve beynəlxalq alemdeki esası Azerbaycan Prezidenti İlham Əliyev kadar büyük masrafta iş gören insanı hatırlamak yarısanı çok çətin var. Eyni zamanda deyim ki, Böyük Milli Məclisdə də bizim hazırki sizin qədər Azərbaycan insanının yanında olan, onun qayğılarından birbaşa əlaqəli şəkildə problemlərini qaldıran yönəldən ikinci deputatın olduğunu çekilir. Yəni çətin yəni. Mən öz qənaətimlə deyirəm, yəni buradakı dostlarım çoxu da fikirlərim. Deməli, Leonid İliç Brejnev yoldaş, daha bir yoldaş dedi, Leonid İliç Brejnev günlərin birində özünün o yaxın simsarı olan o siyasi dövüşçülərini biliyorsun. Sən mənim o kiçik torpaq əsərini oxuyursan, böyük oxumuşam, çox gözəldir, belədir. Deyir ki, onunla gələk mən də imkan eyləyəm, bir oxuyam görəm. Orada nə yazılır, nə fikirlər edir. Burada gözəl bir siyahı var. Mən arada gözüm baxıram belə. Mən də üzünə oxumağı ömrü boyu üzünə oxuya bilməmişəm. Həmçə kartmaqla bilmişəm. Amma Milli Müharici Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev qardaşımızı burada salamlayıb ona söz vermək üzrə.
Çox hörmətli Sahili İzah müəllimimizin, hörmətli millət vəkilimiz və digər çox dəyərli bizim yazarlar, böyük müəssisə iştirakçıları. Məlumat üçün deyim, bu gün ilişdi də çox böyük, gözəl bir təbrik geçdi. Bizim xalq şairimiz Məktəb Hadisələrinin 100 illik Yavani ben ilişdi şəhərində böyük təbrik geçdi. Burada dayanı qoyum ki, yer yoldaşlar deyə bu təbrikdə iştirak edelim və bu da ona qoyacaqdır. Qəmbər müəllim, bugün sizin işinizə yerləşmişsiniz, sizin ocağınıza yerləşmişsiniz, sizin başınıza toplaşmışsınız. Bu dəyərli insanlar da sizin ürək qəlbinizə xahiş eləmək iştirak edin. Mən də bütün burada məndən öncə səslənən bütün təbriklərə, xoş sözlərə qoşularaq sizə təbrik edirəm. Sizə həyatda hər şey olun. Can sağlığı arzu edirəm. Yaradıcılıq ailənizə daim yeni nailiyyət arzu edirəm. Bir Muğay Regional Mədəniyyət İdarəsi olaraq mən bir məsələni qeyd etmək istəyirəm. Ümumiyyətlə, mən qısa müddət elektrik mücadiləsində çalışıram. Qısa müddətdə çalışmışam ki, bizim regionun yazarları, tanınmış insanları, biz yeni nəslə, yeni gənc nəslə tanıdaq. Bunların kitabları ilə yazılarla danışırlar. Eyni zamanda bizim tanınmış yazarlarla bizim Sarıqadan Daim Mədəniyyət Mərkəzində yeni bir kitab mərkəzi yaradılır. Hüquqnamə kitab yaradılır. Deməli, məlumat olanlar üçün, hörmətli qalanlar üçün məlumat üçün deyim ki, həmin kitab mərkəzi bir kiçik bir kafesi var. İstənilən şəxs yaxınlaşır oraya, bir çay, kofe götürərək kitabı bizə götürür, o da oxuyur, yenə yerinə qoyur. Əgər ala bilirsə, ala da bilir. Yəni bu şəraitində yaratmışıq və müxtəlif nəşriyyatlarla çox maraqlı kitablarını da, əsərlərini də bizə təqdim edirlər və bizlər kitabxanada bu şəraiti yaratmış. Məqsədimiz də budur ki, insanların kitab oxumağa, bədii qiraətlər yönəltək, gənclərimiz xüsusilə də bu çox yaxşı haldır. Hesab edirəm ki, bu biz regionumuzun Sabirabad şəhərində yaratdığımız bu şəraiti digər sahədə, ilişkidə qeyərlərə də yaratmaq üçün bizim planlarımız var. İnşallah onu da tezlik yaradarıq, sizlərinizə dəvət edək. Təbii ki, bizim yazarların, bizim elm adamları, xalqımızın, bizim mənlər əsərlərini onları qoruyub saxlamaq, onları yaşatmaq, təbii ki, bizim bizə çox böyük vəzifələmiş. Və eyni zamanda burada da Qəmbər müəllimin bir neçə kitabını verirəm və bu kitabların da yazılmasında, danışılmasında Qəmbər müəllimin kitablarla tanışam və bizim bu tarixdə yaşansın müzeydə də Qəmbər müəllimin xüsusi rolu var. Süleyman xanım həmişə bunu da qeyd edir və burada bir məclis, yaşlılarımızın məclisə və siz rəhbərlik edirsiniz. Və hesab edirəm ki, belə bir məclislərin daha tez keçməsi, belə yazarlarımızın tanınmış bizim insanların görüşlərini keçirməsi bir amali hal olacaq. İdarə olaraq bizdən nə dəstək lazımdırsa, sizlərin regionumuzun orada əyləşən yaşlılarına dəstək göstərməyə qədəm hazırdır. Ümid edirəm ki, biz regionumuzun yazar insanların gənc nəslə tanınmalıdır. Mən bir faktı demək istəyirəm ki, 2020-ci ildə müharibə başlayanda ilk şəhid gələnlər birinci ağlıma gəldi ki, şəhidin fotosunu dərbaarda eləmək. Çox çətin anladım. Ona görə əldə etmək ki, sonra bunları yaşatmaq lazımdır, bunun kitab almasıdır. Düzdür, buna nail olduq və bunu kitab halına saldıq. İnternet səhifələrinə də köçürdük, gələcəkdə bizim genç nəsil bunu araşdırıb tapa bilsin. Və buna rəğmən, eləcə də bizim bu yazıçılarımızın da kitablarını, şeirlərini internet üzərində köçürmək lazımdır və bizdən sonra gələn nəsillər də bunu araşdırıb, oxuyub tapa bilsinlər. Bu günlərin çox yaxşı imkanlar var bu sahədə. Və bu günlərdə Cənab Prezidentiniz Yaşlılar Birliyi üçün bir yaraşıq qurulmasında iştirak edir. O da çox gözəl şəraitlərdə yaşlılarımız. Ümid edirəm ki, bizim yaşlılarımız da həmin yaraşıq qurumuna səmərəli istifadə edəcək. Qəmbər müəllim, idarəmiz adından sizi idarənin fərqli fərmanı və bir kişiyə təqdim edir. Xahiş edirəm. Cənabınız.
Şəxsi fərman və təqdiri onun mədəni həyatında səmərəli fəaliyyətinə və yaradıcılığı ilə əbədi prosesin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, şair publisist Əhmədi Qəmbər Qaraşovu tərk edildi. Hatırlayayım mı? Qəmbər müəllimdə dedilər ki, bizə bildirdilər ki, bir lent var onun. Baxmaq istəyirlər. Yəni, biz nə qədər danışsaq da, desək də, tarixdə o yazılanlar və çəkilənlər, deyilənlər tarixə haqqı olunur. Muğan, Muğların ən qədim yaşayış məskəni olmaqla yanaşı, Cənubi Qafqazda ən böyük qışlaq ərazilərindən biridir. Atlılar keçib bu genişlikdən, qış əyyamlarında döyüş çadırları qurulub Muğanın barlı bərəkətli köksündə. Qılınc bahadırlarla, süvari qoşunların atları Kürdən, Arazdan su içib. Bu tarixi məkanlar Muğanın köksünü Gülüstana döndərən Dəli Kür, Xan Araz obrazları başqa şairlərimiz kimi Qəmbər Əhmədlinin də tükənməz mövzu mənbəyidir. İlhamın dəli dolu qanadlarında ulu çaylar onun duyğulu qəlbindən axır. Göz işlədikcə uzanan genişliklərdə torağaylar, turaclar ulu yurdun qədim nəğməsini oxuyur. Bunlar şairin duyğusunu dindirir, ruhuna qida verir. Bəziyir çölləri al-yaşıl çəmən, gül açır qərənfil, lalə, yasəmən. Gəz dolan, seyr eylə təbiyyəti sən, yaz fəsli dan yeri sökülən zaman. Sanki möcüzədir baharda Muğan. Xan Arazın, Dəli Kürün boyunca, tamaşa et mənzəriyə doyunca, ceyran, cüyür, kəklik, turac dalınca, sanki möcüzədir baharda Muğan. Təbii sərvətdir sarı su, ağ göl, tükənməz neymətdir, ruzisi də bol, gələcək taliyi işıqlı bir yol, xoşbəxt həyat, ömür keçir firavan, sanki möcüzədir baharda Muğan. Mərkəzi aranın öz adı, sanı, al-qızıl mahlıcı, şöhrəti, şanı, tanıtdı dünyaya Azərbaycanı, Muğan o Muğandı, eyləyir tüğyan, sanki möcüzədir baharda. Muğanın şair oğlu Qəmbər Əhmədli burada ulu ruhların dolaşdığı məkanda dünyaya göz açıb. Uşaqlıq çağlarından canına, qanına hopub Muğanın biri üçü heç eləyən möcüzəsi. Torpağın qədimliyindən boy göstərən min illik qədim adət ənənəsi, köçü, qışlağı, yaylaq arzuları Qəmbər Əhmədlinin yazılarında misra-misra açılır, duyulur. Yeri, göyü, kainatı yaradan Tanrı, sənin qüdrətinə min şükür. Bəxş etmisən xoşbəxt həyat firavan, bu dünyanın xilqətinə min şükür. Səma verdin, günəş verdin, ay verdin, ruzu dolu dərya verdin, çay verdin. Bu dünyanı insanlara pay verdin, Tanrım, sənin sərvətinə min şükür. El obada qazardılar quyunu, sərin bilib içərdilər suyunu, xəmir salıb bircə kündə dən unu bişirəndə deyərdilər, min şükür. Sümbül olub ruzi verən zəmidə biçilməyə tələsmirəm mən hələ. Qartal kimi qanat çalıb zirvədə ucalmağa tələsmirəm mən hələ. Ömür yolum qəribədir, qəribə. Mən gedirəm kədər ilə, dərd ilə. Taleyimlə baxdım girib bel-belə. Güc almağa tələsmirəm mən hələ. Çox gəzmişəm mən ellərdən ellərə. Əzbər olub adım düşüb dillərə. Ömür qalıb fələk yazan əllərə. Ey, qocalmağa
tələsmirəm mən hələ. Saqsağanlar hücum çəkir bülbülə. Bəbir şirə, şir bəbirə, fil filə. Dəmir kimi hey döylə-döylə ucalmağa tələsmirəm mən hələ. Yaradıcılıq ümumiyyətlə mürəkkəb məsələdir. Öz janrları ilə, növləri ilə, öz texnologiyaları ilə və hər hansı bir sənətkar deyək ki, nəsrdə müəyyən qədər yaradıcılığında nəyəsə nail ola bilər və yaxud olmaya bilər. Deyək, bunun əvəzində poeziyada, şeirdə nəyisə daha yüksək səviyyədə təqdim eləyə bilər. Bu mənada Qəmbər Əhmədlinin şeirlərini mən daha çox sevirəm. Yəni, nəsr əsərləri də bu lazımı səviyyədədir. Amma şeirləri mənim üçün daha belə təsirlidir. Qəmbər Əhmədli rayonun ictimai həyatında fəal iştirak edir. 10 kitab müəllifidir. Gömüşçü kəndinin məzəli əhvalatları, ot kökü üstə bitər, qayıtmazdır ötən günlər, Hacı Sahib, Nahaq qan batmır, Bir ömür salnaməsi, Taleyin qisməti, Şuşa həmin Şuşadır, bu dünyanın çarxı çıxıb oxundan, Qəmbər Əhmədli Qızıl Qələm mükafatı laureatıdır. Nə qədər doğma olsa da, Muğan saatlı Bakı deyil, əyalətdir. Hər saatlıya Azərbaycan şeirinin, sözünün, elminin sayılıb seçilənlərini orada görmək mümkün deyil. Xalq şairi Söhrab Tahir, Akademiyanın müxbir üzvü millət vəkili Nizami Cəfərov, professor Vaqif Arzumanlı, prezident təqaüdçüsü şair İlyas Tapdıq, Aran bölməsinin müdiri Sərvaz Hüseynoğlu, Vəli Xıramçaylı və bəndəniz Muğanın duyğulu övladı Qəmbər Əhmədlinin sözünün işığına yığılmışdı. Xətrini istədikləri, xətri istəyənlər Muğan torpağına, söz ocağına təşrif buyurmuşdular. Və bugünkü məclisimizin səbəbkarı, şair, gözəl və istedadlı şairimiz, həssas filosof şairimiz Qəmbər Əhmədlini təbrik edirəm. Mən sizin icazə üzrə həm də Vaqif müəllim bilir, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi adından eyni zamanda Qəmbər Əhmədlini şair kimi, ictimai xadim kimi, yaxşı ailə başçısı kimi, Azərbaycan ictimaiyyətində siyasi, ictimai müdaxilə eləməyi bacaran bir oğul kimi və bu məclisi çox gözəl, qəşəng, estetik zövqlə tərtib eləyən oğul kimi təbrik edirəm. Allah canını sağ eləsin və mən arzu edirəm ki, bu məclis Bakıda da keçirilsin. 55 il və kitabların prezentasiyası. Fəxr edirəm saatlığına. Bir daha Sərvaz müəllimin dili ilə bir yerdə sizi Yazıçılar İttifaqının birliyi adından təbrik edirəm. Şairin ocağının intiqamı şeiri, başdan başa vətənlər bir şairin vətən dair. Millət deyə öz sözünü bugün sabah vaxt olacaq. Qarabağın torpaqları qarış-qarış alınacaq. Göyşəmizə rəngləzvəran milli bayraq sancılacaq. Qaytarılacaq öz dilinə, öz dininə iravanı, alınacaq düşmənlərdən Xocalının intiqamı. Bu il arzu edir ki, Qəmbər Əhmədli vətənpərvər şairi, xalqını vətənini sevən şairi. Mən hörmətli şairi bugünkü gecənin keçirilməsi münasibətindən səmimi qəlbdən təbrik edirəm və inanıram ki, şair öz yaradıcılığı bu əhval-ruhiyyədə davam etdirəcək və icazənizlə burada Qızıl Qələm mükafatını sinemana təqdim edir. Bir ilavətini təbrik edir. Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsi uzun illərdir ki, bölgədə yaşayıb yaradan qələm adamlarının bir araya gəlməsi,
onların yubileylərinin, yaradıcılıq gecələrinin, kitablarının təqdimatlarının keçirilməsində bir sıra işlər görmüşdü. Bu sıradan gözəl şair, istedadlı qələm adamı Qəmbər Əhmədlinin yubileyinin keçirilməsi, Saatlı rayonunun ictimaiyyətinin, buradakı ziyalıların, sənət adamların bir araya gəlməsində və bu mənada belə tədbirlərin keçirilməsini mən yerlərdə ziyalılıq işığının artmasına xidmət kimi başlayıram. Çok güzel duygusal beat yazılarına, film kadrolarına başlıyor. Yani ben tədbir başlayanda dedim, Nərman deməli Qasım Qasımzadənin misraları idi ki, sizdən ayrılmalı dava cavandır. İndi hüzrünə qoca gəlmişəm. Bax, həmən misraları bu qalırlar ki, deyirdim ki, yəni orada Nizam müəllim də, yəni də başqa o qələm dostlarımız da hamısının ömrünün elə baxlarıydı ki, yəni Laçın oğlan olan baxlarıydı. Və dedim, maşallah ikindi də baxıram Nizam müəllimə yenə də deməli, burada vəzifə daşıyan, vəzifədə olan insanlar da iştirak edirlər. Mən bir şey deyim. Deməli, vaxt olur ki, Kəlbəcərdə Simət Urğun gedib Kəlbəcərə və Kəlbəcərin o zamanki raykom katibi bir neçə vəzifəli adamlar görüşürlər, gedirlər orada bulağı var. Çörək yeməyə orada bir şəkil çəkdiriblər və Aşıq Şəmşir də həmən vaxt dəvət ediblər, gəlir. Aşıq Şəmşirdir, Səməd Urğun öncəliyə birinci katibdir, qalanlarda yapar. Yalnız zaman keçib gedir, dövr keçib gedir, sistemlər dəyişir, yeni quruluşlar gəlir və yeni bir zamanda yaşayırıq. Və çoxlu sayda katiblər, vəzifə adamları, idarə müdürləri gəlib bu dünyaya gedir. Çoxlu adı tarixdə çəkilməyib, qalmayıb. Ancaq məhz Səməd Urğunun yanında, Aşıq Şəmşirin yanında durduğuna görə o birinci katibin şəkli hələ də durur, kitabdan kitaba keçirir. Mən sizə tutduğunuz vəzifədə, yəni böyük iqtisadi imkanınızdan asılı olmayaraq, artıq korelasiya, daha yüksək bilinər bunu. Amma bir qədər o iqtisadi imkanlar içində bəlkə də sıxılan, bəzən də çox vaxtı müəyyən problemlər içində yaşayan şair, yazıcı, söz adamı, müğənni, sənət adamının yanında heç olmasa bir şəkil çəkdirməkdən həmişə özünüzə belə bir dostcasına, qardaşcasına bilin ki, həyatda bəzən insan bilmir ki, kim kimi yaşadacaq. Yəni vəzifələr gəldi, gedərdi, Allah vəzifələrimizi daha da böyüsün. Yəni yerlərdə, yanınızda, ətrafınızda olan o qələm adamlarına, söz adamlarına həmişə diqqətlə yanaşın ki, vaxt gələcək ki, sizin qabiliyyətiniz o, indiki netdə baxıram ki, neçə adam danışır, qalan adamlar tamaşaçıdır. Ya, ancaq onlar bu netlərdə bizlə yanaşı tarix qalırlar. Zaman keçəcək nəvələrimiz, nəticələrimiz, köçələrimiz o netlərə baxanda o adamlar da bizlə bərabər yaşayacaq. Ənənənin Fozuf Qəmbər müəllimə biraz öncə söz vermək istəyirəm. Ona görə ki, bəzən söz deyilməyəndə, vaxt keçəndə o yemək boyat olan kimi boyat olur. Yəni, bilirəm ki, nəsə dəvədən sözlər var, o sözlər. Hörmətli qonaqlar, əziz dostlar, hər birinizi salam edirəm. Mənim günahını deyilən xoş nəzarətlə hər birinizin təşəkkür edirəm. Məlumat üçün bildirmək istəyirəm ki, bu günü həm də kitabın növbəti kitabın təqdimatıdır. Bu kitab mənim say hesabı ilə 20-ci kitabımdır. Təbii ki, hər bir yaradıcı insan üçün, istər şair olsun, istər yazıcı olsun, kitablarının sayıyla böyük əhəmiyyət edir. Lakin əsas şərtlərdən ibarətdir ki, yazılan əsərlər, çap olunan kitablar oxucu kütləsinin qəlbinə yol tapmış olsun, oxucuların marağına səbəb olsun, əldən ələ keçərək sevdə-sevdə oxunsun. Bu halda təbii ki, həmin kitablar öz müəllifinə şan-şöhrət gətirib, rəğbət və fıraq qazandıracaq. Yaxşı yardımda da bir neçə yardımdan qabaq Sərraz müəllim qeyd edirdi. Mənim növbəti kitabın təqdimatı keçirilirdi. Tədbirdə Allah rəhmət eləsin, Şöhrətxan keçirildi. Bu mənə yaxınlaşır bir neçə gəllər mənim. Mən 30 il bundan qabaq bu saatda olmuşam. Saatlıq 30 ildə 30 dəfə öz simasını dəyişir. Bu aydın məsələdir. Çünki təbii ki, abaldıq işləri gedir, tikil işləri gedir. Bu öz vərdəsini verir. Amma mənə maraqlı gələn odur ki, Saatlıda Sabirabadda inişdə zirvəsi qar ilə örtülü dağlar yox. Dağlardan süzülüb gələn şəhəralar yox. Düzün özləməli bulaqlar üzün. Siz xalq nədən ilhama gələn şeylər yazırsınız? Mən dedim ki, hörmətli şair, bizim
Qolay meşələrimiz var. Bizim xam ərazimiz, dəli gülümüz var. Bizim dərəkətdə çöllərimiz, əməksevər insanlarımız var. Bizim əmək qəhrəmanlarımız var. Bizim milli qəhrəmanlarımız var. Ən başlıcası saatlı sarmalı demişki cəmaatının bu yerə, bu torpağa sevgisi var, məhəbbəti var, bağlılığı var. Bax, bundan mən ilhama gəlib şeylər yazıyorum. Nizami Gəncəvi bir cihan idi. Məhəmməd Füzuli Qəzəlxan idi. Şair Vurğun idi. Zəlimxan idi. Hələ bir qələmi götürür yazır. Kimi qara yazır, kimi yazır. Şair ola bilməz hər qələm tutan. Çox olur qələmi sındırıb atan. Varmı baxtiyara bir yar tuta. Elə bir qələm götürür yazır. Aysən Azməli. Kimi qara yazır, kimi yazır. Ümumiyyətlə bizim xalqımız həm istedadlı xalqdır, həm də qüdrətli, qeyrətli xalqdır. İstedadlı xalqına görə ki, bizim görkəmli elm xadimlərimiz, alimlərimiz dünya ədəbiyyatına, dünya mədəniyyətinə istəyənə qədər dəyərli töhfələr verirlər və bunun müqabilində təbii ki, böyük uğurlarımız, nailiyyətlərimiz oldu. Qüdrətli xalqına görə ki, Ali Başkomandanın qətiyyətinə, müzəffər ordumuzun cəsarətinə, şəhidlərimizin, qazilərimizin qanı bahasına torpaqlarımız işğaldan azad olundu. Mən hələ torpaqlarımız işğal altında orada yazmışdım. Yağın düşman əlindədir, Vaqifimin məqbərəsi. Həsrət çəkilir, İsa Balancıdır önünüzü, xanın səsi. Səda gəlir hər daşından Qarabağın şikəstəsi, haraylar, qan ağlar, anaların nalə səsi, qalx həqiqətən olun. Şəhidlərin al qanını, dalamazsın bu əbəndə tanıtıqında bayrağını, qalxdı xalqımıza, qalxdı. Bu günləri Qarabağın hər qarış torpağında xalqımızın, devlətimizin şürəyin milli bayrağı dağılmalıdır. Eşk olsun bu bayrağı. Allah müzəffər ordumuzu qorusun, xalqımızı qorusun, Ali Başkomandanımızı qorusun. Çox sağ olun, diqqətinizə görə Azərbaycan Qızıl Ayxora Cəmiyyəti 20 rayon üzrə regional direktoru vilayət buraxdığı tədbirdə iştirak edir və onun sizə bir tərfi fərmanı və təbriki var. Bəzi adamlar çox iş görürlər, ancaq danışmaq Azərbaycan Qızıl Ayxora tərəfindən Azərbaycan ədəbiyyatının inkişafında səmərəli xidmətlərinə görə və 75 illik yubileyi münasibətilə tanınmış şair Qəmbər Əhməd tərtib olunur. Sən mənim qılması da böyük sağlamdır. Arz edirəm, nəyə 75, sənə 100 ömür alır, deyirəm sağlam canına. Sağ ol, var ol. Qəmbər mənim burada Azərbaycan ordusunu, çağırdı, qələbəni xatırladı. Böyük zəfərimizi xatırlatdı və o zəfəri çalan hər bir kəs bizə əzizdir, istər başda Azərbaycan prezidenti olmaqla, onun dəmir yumruğuna güvənərək, o çətin yolları öz sinələrinə sipərli edərək şan oğullar bizə əzizdir. Və burada Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində Fərhad Gürşərov iştirak edir. Mən çox sevdim Fərhad. Dinləyək, böyük səməxurun deyil, eylən, deyilən yavrulardan deyil, nəfər var. Hadislə olsa da qısa bir şeylə, nələr umduğumuz da xatirəyəcəm. Xatirələr olsun ki, gələcəkdə də zor bilmək. Bütün təbrik iştirakçılarını salamlayıram. İlk öncə icra başçımız Elmir müəllimə salamlarını çatdırıram. Qəmbər müəllim, sizə və bütün iştirakçılara, qonaqlara üzrlü səbəblərdən iştirak edə bilmədi. Yəni, icazənizlə mən azadlıqlı olsam onu burada əvəz edeyim. Açığı Qəmbər müəllimi mən uşaqlıqdan tanıyıram. Bizim ziyalımızdır, ağsaqqalımızdır. Bu ki, müharibə zəfərlə bitdikdən sonra mən bu vəzifəyə təyin olandan sonra Qəmbər müəllim həmişə bütün şəhid tədbirlərində, bütün ziyarətlərdə şəhid ailələrin məzarlıqları və onların ailələrində olaraq, məndən də qabaq onların ailələrində olaraq gözəl bir kitab ərsiyə gətirmişdi.
şəhidlər ölməz, vətən bölünməz. Şəxsən mənim içimdən gələn sözdür. Onun bu kitabı Saatlıda o qədər rezonans yaratdı. Xırda ailələrdən alınan məlumatlarda olan səhvlər, bəlkə də ailə başçısı oğul itirdiyinə görə orada yaxınlaşıb ona məlumatı verə bilməyib, yaxını verib nəsə. Amma yenə də böyük bir kitab ərsəyə gəldi. Və o kitabda bütün bizim vətən müharibəsi şəhidlərimiz haqqında ətraflı məlumatlar verildi. Buna görə şəxsən mən həmişə Qəmbər müəllimə Saatlı İctimaiyyət adından təşəkkürümü bildirmişəm, yenə də bildirirəm. O ki qaldı bugünkü yubileyinizə təbrik edirəm. Allah'a şükür sağ-salamatsınız, belə saf canlısınız. İnşallah sizin növbəti deməyəcəm, elə yubileylərinizi qeyd edək inşallah. Təbrik edirəm. Sağ olun. Deməli, bizim Xalq Yazısı anardan əvvəl Yazıçılar Birliyinə Mirzə İbrahimovun sədrlik elədiyi vaxtlarda Mirzə müəllim çıxış edir. Və çox sayda da adamlar çıxışda növbəyə durubmuş. Hüseyin Arif də yerdən deyirmiş, 2 gibi. Onun məsuliyyəti var. Tez tutarsa geçsin otursun bir yerdə, boğazını yaşlasın. Ben tez edə başa deyirmiş, 2 gibi. İndi mən istəyirəm 2 gibi də başa. O iki məqamlarda çox qaldığına görə, deməli, müharibə və əmək Silahlı Qüvvəli Veteranlar Təşkilatının Saatlı rayon şöbəsi sədri Əlaqa Qurban Allah şaba verdi. Onlar keçə ancaq bir şey deyib ki, biz yani mən deyirəm ki, 2 görürəm də şairlərə ilhamla yanaşı bir vergi də var. Yok. Ama bir şey deyib ki, biz Aran bölgesinde yaşayan gençler o vaxt şiir yazırdık. Bize de biraz bile ironiya belə bir cür istəyəcəklə baxırdılar ki, eskiden şair olar mı? Şair Qazaxdan çıxar, nə onun tozdan çıxar. Əlbəttə belə. Bu dayandı yazıda məndə gözüm çıxtıya salmışlar kim işlərə şiir yazmaqları. İndi qardaş o Qazax mülkünün torpağının nümayəndəsi buradadır. Yəni o ıslahlar yetişdirdiği bir müdür özlə gəlib ıslahlaşma. Və şairlərin hamısı dərviş. Amma dərviş Vəli xüsusilə öz adında da imzasında da montaj şiir vardı. Və mənə də Qazax rayon fəxri vətəndaşı seçdiyimə görə həmişə ondan da ehtiyatla hərəkət edirəm. Dərviş Vəliyə, bizim gözəl şairimizə söz verirəm. Vəli Françaylı. Aqil Abbasın əsərini qəhrəman. Ya kardeş, olmak bile bir şeydir. Ama Lerman Əsənzadənin qəhrəmanları var da, bir Nizami Cəfər oxusunlar Rayma yazır. Bir də mənəm. Bu gün doğrudan mənim üçün xoşbəxt bir yadda qalan bir gündür. Bayaq biz o verilişə də baxdıq. 60 ilində mən bizim böyük alimimiz Nizami Cəfərovla gəldik. Qəmbər müəllimlə mənim tanışdığım tarixi ilə 60 ilindən bir 3-4 illərdə olar. Və Qəmbər müəllimlə tanış olanda gördüm ki, bu insan nə qədər səmimi, saf, qeyrətli, vətənpərvər. O vaxtdan bizim dostluğumuz başlayır və mən onun kitablarını çapında, 2 kitabın çapında seçilmiş əsərlərini sonra bu kitabların redaktoru və bunun sözün müəllifi də bizim akademik Nizami Cəfərovdur. Və Qəmbər müəllim istedadlı bir şairdir. İndi Qazax bəxtiziniz Aran. Qardaş Arandan da çıxıb da. Qəmbər müəllim elə çıxaraq tarih gözəl deyir. Düzdür, siz burada dəli köpəysiniz. Siz burada dəli gibi ağırlandırırsınız. Dəli köpəysiniz. Bana Qazax'ta da senden daha zatıyordun. Elə bir güvəzəndir, onda sənə buradan büyük biliyor. Yoksa elə sağlıklı kimi bir şey. Şunu orada da var. Osman Antalılar burada iştirak edip diyorlar kardeşim. Nizam mavinidir, Atatürk'ün geldi. O uzun müddet burada müəllim işləyir. Deməlim estetik sarana gəlir. Yəni ona burası olman bir yer değil. Osman'la bunu gələndə dedim Osman, sen elə
Ona doğrudan sadıklığı okşuyor. O sadıklığı bizim o aksa falan koymayacak. O tarafı. İyini tergahı da iyiydi. Diyorum bak sesini güzel. Kemal Malmazsa can sağlığı artık oradan. Sen istidatlı kadın. Söz çoktur. O kadar güzel sözler dediler. Koymazlardı. Bize de kalmaya bir daha tevfik edeceğiz. Sen bağırma basıra. Çok sağ olun. Her vakit kulumuzda hazır. Teşekkür ediyorum. Günlerin bir gününde Burçlar rayonlardan bir nefer durur gelir. Dayanır sevginin yanına. Diyor ki dayanır. Əziz dost kardeş. Ben bu ana müəllimlə görüşmək istəyirəm, bir işim var. Amma bununla nəsəri görüşə bilmək çox çətin hesabdır mənim üçün. Bu işi görsə, bizi görüşdürə bilsə, Nizami Cəfərov görüşdürə bilər. Nəsə dayandır bu Quşqar kənddən gedən bu adamı götürür, gəlir Atatürk mərkəzinə, Nizami müəllimin yanına ki, sonra belə bu adam belə bir xahişə gəlir. Nizami müəllim elə özə məxsus müdrikliklə o saat deyir ki, qoymuyor aradan su keçə. Ki, bizim bir işimiz düşəndə bu dayandır sevginə deyirik. Ondan xahiş edir ki, buna da inanmadım. Nizami müəllim heç harada qaldığı bilmədən dayanırın qoruna girir, düşür aşağı bir konfes koyur ki, qadın hanım ona bağışlayıram sənə. Konfesi koyacaq. Zərf birdən fakir. Gəlir ki, belə də bu məsələ belədir. Sonra arxasını dayanır müəllim bana danışır ki, açdık gördüm ki 5 tane yüzlük var içerisinde. Geldim Nizami müəllim yanına ki Nizami müəllim bir için mantı diyor bana. Diyor ki ben onlarla görüşürüm. Diyor ki ona var o dostların yılbaşına da. Onlarla oturup çay içiyorum. O da söhbət edeyim. O indi kardeş hem dayanır sevgi burada işler geliyor. Ben Nizami müəllimin söz olmasın. Şəxsən mənim bir sözüm olanda heç kəsə mənim sözümü deməmişəm. Hamısını dayandıra demişim. Yani gör o fabrikası deneyeceğiz. İçinde Ulgu Jurnal'ın Ulgu Jurnal'ın paya düşüyor ve senede bulundu. Ben de salamlayıram. Bugün güzel bir güne toplaşmışıq. Qəmbər Əymətinin 75 il bir günlüydü. Qəmbər müəllim 75 əsrin 3'te biridir. Daha doğrusu 4'te 3'üdür. 4'te 3'üdür. Qalıb bir geciyi. Ama ben bunlarla anlaşmıyorum. Sen əlavə 2-25 ile yaşamalısan ve doğru olmalısın. Biz de senden ne söyleyeceğim? Allah sana ömür versin. Sana razı olsun. Biz abiden söhbətlər oldu. Şairler çoktur. Rast mənlər. Deməli, əsas 3 sənət var və şairlikdir, rəssamlıqdır, bir də bəstəkarlıqdır. Rəssam olmaq üçün gərək palit alasan, rəng alasan, fırça alasan, işləyəsin. Bəstəkar olmaq üçün gərək notu öyrənəsən, müəllimi buna, əlbəl istanazı onu deyəsin. Amma şair sonları iş bir aldı, bir dənə 12 vərək dəftər alır, bir dənə 20 qəpiyə bir qələm alır, gəlir cüddən başını xarab edirsin, mən şey deyəm. Yani Helal evet diye bir şey oluyor. Ama ben senden çok da var. Abiler, o şairlerin hamısı Qəmbər müəllim kimi hayal olsun. Qəmbər müəllim yazlarında ben karşıya duran adamda kendirimdir. O hiç var. Gəlib deməz ki, ben belə şairəm, ben beləyəm, ben eləyəm. Heç o değişməmişim bunu. Dəfələrlə oturmuşum, durmuşum. Ona göre de onu laf çok istəyirəm. Bu bir daha Nizami deyirsən, Nazım bir polis kinarlar tutun getirir reisi yanına ki, bunlar sabırcılar. Dayandır, onu diyemem. Deyirlər, kimdir bunlar? Deyir, valla, bilməyəsə, deyirlər şairlik. Deyirlər, ben üçün sağlam. Birisi var da hiç kafarda. Ha bir şahada olmaz. Hep bana bunu vereceğimizi bana gösterin ben öyle. Bunu ben asabım da yerine gelir ha. Deməli 28'de bir kafe var. Yığışırlar bu esnasından üzülürler ki göreli zam benim için bir adam halaptan geçecekler ki çıktı sana dayanmışsa bir yemeği. Şimdi Allah sana öyle şey göstermesi. Ben de herden geri olar bir yardım ediyorum. Ve məhdudlar nə deyirlər?
Ben de insan tercihine istirhamım yok. Şu her şeye ulaştıramam. Yani kabiliyet lazım. O kabiliyetle bana danışık kabiliyetim ben değil. Ben razı müəllim, Qəmbər müəllim bir daha təbrik edirəm. Can sağlığı arzulayıram. Və deyirəm ki, Ulduz Azərbaycan jurnalının qapısı həmişə sənin huzuruna açıqdır. Ədəbiyyat qəzetinin qapısı həmişə sənin huzuruna açıqdır. Çünki orada biz var. Ben bir de üzümü tutanları falan çaylıya deyirəm əl çaylıya. Baxma ki sizə güvən tanımlar. Nabi Şah, o düşmə mərasimi burada keçir. Sağ ol. Çok sağ olun hocam. Sevgi, bizim güzel şairimiz. En çok dünyada zarahat edildiğimiz ve erkimiz çatan adamdı diyor ya. Kıda da neyse. Burada ziyalıktan, poeziyada nedebiyattan söz açılır. Ancak ziyalıktan söz açılır. Saatli Rayon Ziyalar Cemiyeti'nin sədrinə söz vermemek, Ülləti müəllimi buraya dəvət eləmək bizim için nöqsan sayıla bilərsiniz. Əziz toplantı iştirakçıları, hörmətli qonaqlar, mən həm öz adımdan, həm Rayon Ziyalılar Cəmiyyətinin üzvləri, xüsusilə Rayon Ziyalılar Cəmiyyəti İdarə Heyətinin üzvləri adından hər birinizi, xüsusilə qonaqları, başda Nizam müəllim olmaqla Atatürk Mərkəzinin direktoru, bizim əzizimiz, dostumuz, qardaşımız, Sərvat müəllim, sizi, hörmətli deputatımız Razi müəllimi və adlarını bilmədiyim digər qonaqları, Nadir müəllim, hər birisi öz adından, ziyalarımız adından, ürəkdən və səmimi qəlbdən salamlayıram. Mən burada həm Rayon Ziyalılar Cəmiyyətinin sədri kimi, həm də Saatlı rayonunda yaşayan siz can Azərbaycanlıların dostu, qardaşının, Aksika Türklərinin nümayəndələri adından, ziyalıları, o cümlədən Aksakalları adından hər birinizi salamlayıram. Xoş gəlmişsiniz, gələn ayaqlarınız var olsun. Mən də çıxışıdan yoldaşlar kimi Qəmbər müəllimin yubileyi ilə əlaqədar olaraq 75 yaşı münasibəti ilə öz adından, iş yoldaşlarından, Rayon Ziyalıları, o cümlədən təhsil işçiləri adından, həmçinin Aksika Türklərinin ziyalıları adından təbrik edirəm. Qəmbər müəllim nəinki rayonumuzun deməli tanınmış adamıdır, ziyalısıdır, şairidir. O cümlədən Qəmbər müəllim həm də Nizam müəllim, Aksika Türklərinin rayonumuzda yaşayan ziyalılarımız, Aksakallarının yaxın dostu və həmfikirli olan bir yoldaşdır. Qəmbər müəllimlə mən Qonşu kənddə yaşayırıq. Mən də uşaqlığımdan Qəmbər müəllim məndən xeyli böyükdür. Tanıyıram. Qəmbər müəllim doğrudan da çox gözəl bir ziyalıdır. Onun yazmış olduğu kitabların demək olar ki, hər birinin bir nüsxəsini mənə təqdim edib. Qəmbər müəllimin kitablarının hərəsindən bir nüsxə mənim stolumun üstündədir. Mənim də Baxankənd Orta Məktəbinin direktoruyam. Respublikanın əməkdar müəllimiyəm, 2 kitab müəllifiyəm. Mən Qəmbər müəllimin kitablarını özüm riyaziyyat müəllim olmağına rəğmən Qəmbər müəllimin kitablarının bütün səhifələrini oxumuşam və hətta Qəmbər müəllimin yazmış olduğu şeirləri məktəbimizin şagirdlərinin ibarət kompozisiyalar təşkil edirik. Çünki Qəmbər müəllimin şeirləri doğrudan da gənclərimizə yetişməkdə olan, görməkdə olan gənc nəslə vətənpərvərlik ruhu aşılayan, zəfərimizə gedən yolu istiqamət verən və şəhidlərimizin qəhrəmanlarından, müharibə veteranlarımızın, müharibə iştirakçılarımızın Vətən müharibəsində, ondan əvvəlki 1-ci Qarabağ müharibəsində göstərdikləri igidliklərdən bəhs edən şeirlərdir. Məhəbbətə həsr edilmiş şeirləri var. Vətənə, anaya, təhsilə, müəllimə aid şeirləri. Ümumiyyətlə, Qəmbər müəllimi biz ziyalılar, sağlıklı ziyalıları çox istəyirik. Onu biz bizə deyəndə, mən şəxsən 3-cü ildir Ziyalılar Cəmiyyətinin sədriyəm, rayon üzrə və Qəmbər müəllim də Ziyalılar Cəmiyyəti İdarə Heyətinin üzvüdür.
Qəmbər müəllim haqqında çox danışmaq lazım deyil. Siz hər biriniz gözəl təqdim edədiniz, fikirlədiniz və Qəmbər müəllimin sonuncu kitabı ki çıxır. Bu kitabı münasibəti ilə də ürəkdən, səmimi qəlbdən təbrik edirəm və Qəmbər müəllimə ilk növbədə həyatın insanın üçün ən vacib olan möhkəm can sağlığı arzulayıram və yaradıcılıq işlərində də uğurlar, yenə də uğurlar arzulayıram. Sağ olun, çox sağ olun. Nə yaxşı, sizin gibi bizim ziyarlarımız var. Siz varsınız, Allah size həmişə var eləsin. Sağ olun. Çok teşekkür ederim. Aziz Fikret Mehmet'dir. Gel görək şair Fikret Mehmet'e söz verin. Deyir bu, gel buyurun. Ve bestekarımız Zeyir Hacıbeyev çok sonralar təəssüflə deyir ki, ben bu Meşeli Balı yazanda bu yazı kişinin 45 yaşlarıydı. O hatırına karşı çok haksızlık edilmiş. Yani çok 45 yaşımın o zaman yaşamıştı. Yani şahit bir olsun da. Şimdi bak ben Enver müellime ben şey 75 yaşlar değerli bir okulu gelirdim. Babalar nasıl saklamak öyle. Tamam dövdün adamlar. Öyle bir gibi. Vakıdan değerli şeyler korkana değerli. Bu iki tanesi. Hoş üstad. Ev yazı. Evet de sesi vereceğim de. Buyur. Ben de her birini salamlayıram, gelen qonaqları salamlayıram. Ve qeyd ki, biraz önce bu çay sütresi etrafında Nizam müəllim bir şiir açıqlarını dedi. Sen de böyle Nizam müəllimdə ilk əmək fəaliyyətinə Savrat rayonundan başlaydı. Hem de Savrat'ımıza. Ve ben təbrik edirəm Qəmbər müəllimi, çox danışmayacağım. Görünən də nə belə ki, bir insan kimi tanımışam mən. Bir şəxsiyyət kimi tanımışam Qəmbər müəllimi. Bir neçə aydan öncə bizdə yaz mərasimi olmuşdu və Qəmbər müəllim bir neçə şəxslə mənim həyatımə təşrif buyurdu. Gözləmədiyim bir halda. O məcələt edəndə mən şəhərdə olmalıydım. Ben ona söz verdim ki, hökmən mən sizin nə olur olsun sizin tədbirinizdə işlətiləcəm. Mənim isə bir mənə borcum var. Bir şəxsiyyətli Qəmbər müəllim. Ruhunuz sadələ söz dilədiniz. Təbiniz ən uca göylərdən edir. Necə gəl gözünü, könül isinib, közünüz üstündə Qəmbər müəllim. Qurumsuz söz adlı əl çatmayan taxt. Bu da bir tarihdir. Bir qismət, bir vaxt. Halal çörəyiniz olmayıb bezbat. Dizin üstündə Qəmbər müəllim. Var dövlət toplar dünyada kimi. Kimin sözlə dinər qəlbinin sini. Durmunsuz, yenilməz, uca dağ kimi sözün üstündə Qəmbər müəllim. Haqdan, ədalətdən dönməz sizgəti. Odur qazanmışsınız el məhəbbəti. Daim saxlamışsınız dostlar diqqəti gözünüz üstündə Qəmbər müəllim. Fikrə gəldi mən sizə. 100 il ömür dilər Tanrıdan sizə. İzlər salınacaq nə qədər təzə. İziniz üstündə Qəmbər müəllim. İziniz üstündə Qəmbər müəllim. Təbrik edirəm və yüzünüz üstündə Qəmbər müəllim bizə. Allah kişiler kendisi 200 lira gidiyorsunuz. İnşallah işler. Buyurun. Sağ olun. Evet, Qəmbərdən iştirak elədiyim ki, bugün də kitabımın təqdimatında və onun cümləyində iştirak edir. Qəmbər müəllim, bizim sizinlə çox yaxın günlərimiz oldu. Mən həmişə bütün tədbirlərdə səminlərdə bulmuşam və sizdən öyrənmişəm. Və bugün də sizə minnətdaram ki, Respublikamızın dəyərli ziyalıların, həmişə çıxışına, fikirlərinə, hörmətlə yanaşdığımız, həmişə hər çıxışından gözəl sözlər, bədi hikmətlər öyrəndiyimiz, gözəl akademimiz Nizam müəllim burada iştirak edir. Bunu burada dəvət edəcək görə. Regionumuzun saatlı Sabrawal bir bölgəvi, bir ərazidən ibarət bir ərazidir. Oranın diktatörü Razım müəllim burada olmağına görə sizə bir daha minnətdaram və digər yoldaşlarım hansı ki, burada dəvət eləmişsiniz. Bu məclisi olmağına görə sizə bir daha minnətdaram. Çox sağ ol. Və bunların bizim yurda olmaya
verdiyi dəyərə görə, sizə verdiyi dəyərə görə mən bunları minnətdaram edirəm. Sizə verilən qiymət Muğana verilən qiymətdir. Sizə verilən qiymət Saatlıya verilən qiymətdir. Əlbəttə, tamam biz buyurdunuz ki, Saatlı 10 il, 20 il bundan qabaqki Saatlı deyil. O demək deyil ki, avağılığı, fidanı xeyir. Saatlının sözə sənətə qiyməti də, Saatlının söz sənət yetişdirmə qabiliyyəti də artıq bizim öndə qina rayonlarıdır. Və çox fəxr edirəm ki, siz komissiyanı üzərinizə daşıyaraq və bugün bu kitab bir daha təsdiq edir ki, siz bugün 20-25 kitabdan sonra siz şairəm deməyə gücüm var, həqiqətim var, ifadəsini koymuş kitablarla. Bu adımla başlamışsınız. Bəli, bir şiir yazan da şair yazır. Dərkən Həsənoğlu'nun 5-6 şiiri var ədəbiyyatımızda. Ancaq Azərbaycan ədəbiyyatında ilk Azərbaycan yazan şairlərin biri və birincisidir. Bəzən bir şiirlə, bir beytlə kiminsə böyük şairliyi təsdiq edir. Amma Qəmbər müəllimlə biz sanatoriyalarda, digər istirahət mərkəzlərində, elmi axtarış müəssisələrində, yol yollaşdığımızda və digər yerlərdə olmuş. Qəmbər müəllim ömrü bu axtarışda olan bir şairdir. Qəmbər müəllimin 75 yaşı bu təqvimlə, hansı bir təqvimlənsə mən Qəmbər müəllimə verirəm 35-40 yaş. Qəmbər müəllim ruhən, insanı yaşadan ruhdur, ruhən cavan, çalışan, əzmkarlar çalışan, yurduna, obasına xidmət eləyən bir dairədir. Qəmbər müəllimi yaxşı tanımaq üçün mən yoldaşlarımda tanımışam. Amma Qəmbər müəllimi tanımaq üçün, Qəmbər müəllimin dünyasına varmaq üçün Qəmbər müəllim kitablarının hər birimiz vərəqləməlidir. Qəmbər müəllimi əlbəttə bu sahədə Nizam bəyimlə də söz deməklə mənim gücüm çatmır, amma deməliyəm. Çünki içəridən gələn sözdür. Qəmbər müəllimi oxuduqca Mirzələkbər Sabir duyursan. Qoxusu istəyirsən bu kitablarda. Qəmbər müəllimi oxuduqca daha böyük təfəkkürləri, əsərlərini iyi rəhtirin duyursan. Bunlar nəyə bariz nümunəsidir ki, Qəmbər müəllim bütün gün axtarışdadır, bütün günü çalışmaqdadır. Əmək fəaliyyəti başqa sahədə olsa da ədəbiyyata, şeiriyyata vurğunluğu bariz nümunəsi Qəmbər müəllim bir 20-30 yaxın kitabın müəllifidir. Qəmbər müəllim gözəl vətəndaşdır. Dövrümüzün, zamanımızın bütün keçməkləşlərində Qəmbər müəllim şahdır sözün deyil. Həmişə zamanla nəbzini tutur və bunu ictimaiyyətə çatdırmaq gücünə malikdir. Qəmbər müəllim bu yolda sizə uğurlar arzulayır. Qəmbər müəllim ömrünün ağır yaşına yaxınlaşır. Qəmbər müəllim sizə yetkinlik yaşı arzulamıram. Sizin yazdığınız hər şiir, hər misra xalqımızın, millətimizin ümumi mənafə məqsədədir. Siz bir müddət obamızın şairiyiz. İndi artıq görürəm bir təmsil edən bariz nümunəsidir. Siz artıq vətənimizin şairisiniz. Mən sizə arzulayıram ki, çalışasınız. O ustaların bir gözəl sözü var, hər millətin gözəl sözü var, böyle götürməliyik. Gec də olsa olsun. Lütfi pozna çimdə. Gey də olsa olsun. Qəmbər müəllim 80-90 yaşında mən sağ Azərbaycan xalq şairi olmaq arzulayıram. Məsələyə gələcəm ki, burada bir iki iştirak eləməyi özümü arzulayıram. Mən sizi həmişə seçilmiş ziyalı, işıq saçan, xalqa mayət olan, yol götürən ziyalı olmuşsunuz da olmağı arzulayıram. Sizə Allah var eləsin, sizə Allah həmişə yüksək səviyyə nəsib edib, bu səviyyə nəsib eləməsin. Sizə ən böyük can sağlığı, ruh yüksəkliyi arzulayıram və bu tempinə, bu inkişafına və artıq biraz artırmaq şərti ilə daha böyük yaradıcılıq arzulayıram. Mən sizinlə fəxr edirəm. Allah sizi bizim bölgəyə, bizim yurdakızın olguya sürüyor. Sağ olun mənim siz. Hoş gəlmişsiniz. Həmişə hissi günlərdə Muğanın qonağı olasın. Muğan'da dünya bahisindən soruşurlar, müharibələr nə üçün? Bizdə günəş haqqda toxmaq istəyir. Günəş varsa həyat var, günəş varsa gözəllik var, günəş varsa yaşayış var. O yüzden Allah Muğan'a qismət edib, arazımız, suyumuz bu, rəhbərlərimiz gözəl, müəllim çox gözəl qeydir. Elmir məndən bu tədbirlərin çox mahir, arzusundadır, iştirak eləsin, hansı dövlətçisi, hansı tərbiyə gözəl iştirak eləməyir. Və bir arzu bu, mən onu sizdən qabaq azmələ diktatlar qeyd eləmişdir. Bu məclisdə insanlar cəza verəsi deyir. Ömrüyün Natavanı yarın kamı tanıyırdı bunu.
Mənim geçmiş klasik şairimiz Nathan Xanım onu tam tanıyır. Və bunu Azərbaycan ədəbiyyatında xidmətindir. Ben bu Bakıda Yazıçılar İttifaqında bizim şair var, Allah şükür mənim. Onun kitabının təqdimatında qeyd elədim. Və Yazıçılar İttifaqı ilə mənə razılaşdı və digər ziyanlar da mənə razılaşdı. Mən bir daha təklif eləyərəm burada. Bunun da Salalı Qəmbər müəllimi olsun. Ömrün şəxsi həyatı, saatlığının, Muğanın tarixini, araşdırmasını həsr eləyir. Bir gözəl xanım, Süraya xanım. Mən onda təklif eləmişdim. Sağda diyarşıqası, uzayasıysa da bu Süraya xanım admasısı. İnanırsın kənd-bəkən, şəhər və səhər, məhlə gəzib, kırdan etablarına gelib toplayıb, qoruyub, saxlayıb, isi da borcunu bu yaşamlarını, şəxsi həyatında bu sayədə imkanımız daxilində, sözünü çəkən səviyyədə bu xanımın əməyin qiymətləndirilməsinə mən burada borc bildim, vətəndaşlıq borcu bildirdi ya. Bu xanımın əməyinin əbədləşməsinə imkanlarımıza kömək edəsiniz. Çok sağ olun Qəmbər müəllim, çok sağ olun, təbrik edirəm, uzun ömür, can sağ olun. Hamınızı təbrik edirəm ki, bugünkü gözəl nəsil iştirakçıdır. Sağ olun qardaş, uzun ömür, can sağ olun. Xanım şairə deyirlər, iştirak edir yani. Yani her sözü varsa çok memnuniyettir. Buraya yanıtlarım heyecanlar, böyle kimin heyecanı varsa her gün ona göre değilim. Tədbir iştirakçıları salamlayıram və bizim dəyərli Qəmbər müəllimimizi bu kitabın, son kitabının təqdimatı münasibətilə və cübləyi münasibətilə ürəkdən təbrik edirəm. Ona həyatda uzun ömür, can sağlığı, böyük nailiyyətlər arzulayıram. Qəmbər müəllim çox dəyərli insandır, dəyərli şəxsiyyətdir, gözəl qələm sahibidir. Mən onun yazılarını da oxumuşam. Çox dərin mənalı sözləri var. Bir daha alışlayıram. Süraya gel göre. Kitablarını bağışladım. Süraya sen süreç ressamsan, qədrini bilirik, yerini bilirik o değil. Ama ne kadar ki sen, Nizami Cəfərovla mənim şəxsim kəhniyiksə, Sonra sana buyurun. bir dəqiqə dayan. Söz verir sonra da söz verir. Eğer tanınan görkəmli rəssamsa, qədrini bilirik. Amma nə qədər ki, Nizami müəllimlə mənim şəklimi, rəsmimi çəkməyibsə, elə bu saatı rəssam olaraq qalacaqsan. Siz Qəmbər mənim kimi məni çox istəmirsiniz, axı ayıma çəkməni. Hayır. Mən sizə çox minnətdaram çünki zəhmətlə qiymət verdiyi üçün. Amma mən bu yaxında təklif eləmişəm ki, bizim muzeyin Ulu Öndər Heydər Əliyevin adını verək. Çünki Ulu Öndər Heydər Əliyev məhz regionlarda tarix yaşaması muzeyinin yaradılması haqqında sərəncam verdi və beləliklə minlərlə eksponat deməli qorundu, saxlanıldı. Çox dəyərli. Çox sağ olun. Əziz dostlarım, qədəm dostlarımız, əziz Nizami, əziz Razı bəy, Qəmbər müəllim. Mən iki söz verə mən silahını çatdırdım. Kiminsə ürək sözü varsa, ya demək istərsə yenə meydan buradadır, mikrofon buradadır. Ancaq biz bununla da Kreml sarayla Babayev gəlsin. Babayev. Ben müəllim işləmişəm uzun müddət. Ziyalıların qarşısında nə olsa şagirdlərə dəstəymişəm. Çıxış eləmək çox çətin. Amma mən Qəmbər dostum, yaxın dostum. Bunun kitablarının hamısını mən demək olar ki, əzbərdən bilirəm. Çünki rayona çıxanda Qəmbər müəllimi görəndə deyirəm, Qəmbər müəllim, gedək biz çay içək. Gedirik çay içəndə Qəmbər müəllim özü də təsdiq edirəm. O qədər şeirlərini deyirəm. Qəmbər müəllim deyir ki, sən bunu necə yanında saxlamısan? Sənin şeirlərin o qədər asandır yanında saxlamaq. Kim olsa yanında saxlayam. Buna görə də mən sənin xətrini çox istəyirəm. Sen yazırsan ki, sen birinci 75 illik təbrik edir. Sənə uzun ömür can sağsın. Buradakı yoldaşlar hamısı dedi 100 yaşayasan və qələmin möhkəmi olsun, yazıb yaradasın. Sen yazırsan ki, köklənib yenə də könlüm qəm üstə. Ağardım saçımı, baş yavaş yavaş.
Cavanlıq ateşi sönür ahəstə, azalır kömürdən yaş yavaşı. Dərk edib həyatı tanıyan andan, bir arzum olurdu ulu tanrıdan, dünyada heç kimə möhtac olmadan, köçəyim dünyadan kaş yavaş yavaş. Özüm də bilmirəm nədir bu talaş, bir ölmək deyildir dərdim a qardaş. Hər ürək yerinə asılsa bir daş, ta bitməz əriyər daş yavaş yavaş. Sən yaradıcılıq uğurları arzu edirəm. Mən sizin vaxtınızı almaq istəmirəm. Mən burada çox şeir deyəcəyim, amma vaxt azı, o görə də sən yaradıcılıq uğurları, nailiyyətləri arzu edirəm. M2'də polis şöbəsində işləyirdi, mayor fərqilə deməli qardaşımız. Biz də həmişə o hökumətdən Sovet dövründə torpağı kodrat çəkincəkdik. Sonra bana dedilər ki, bu yaxşı tarih mənim yapmışlar. Tanış elədilər. Və o yaşlandı, ondan sonra təcrübəsi və o ulduzuna görə də biz həmişə ona böyüdük. Ancaq o qədər həyalı, o qədər ağıllı, ancaq bir adam oldu ki, o gözəl şeirlərini ədəbi arenaya çıxartmanın qayğısına həmişə də eləmişəm ki, niyə eləmədin, çıxmaz dərsində. İndi oturup burada baxırıq bir-birimizə, illər yadıma düşür ki, polis mayuruydu, yana gəl, bizim gəmşiyimiz var. Amma abi həyal edən insanda yenə də o sağlanışı var, yapalım ki, bu gəlib bizim sayımız oldu, olmadı. Serhat Bey, söz verin güzel çok sağ olun. Borcumuz da. Hürmetli Nizami Canlıcım. Hürmetli arasından. Hürmetli ziyanlarımız. Bu mecliste ziyanlarla yanaşır Aksakallar Şurası'nın sayılır muamelesi Seyit Ağam mənim də iştirak edilir. Yani bize təriflər hamısına Seyit Ağam mənim iştirak edilir. Yəqin ki ona söz verəcəksiniz ama ben Biz artıq hamıya 2000 söz var deyəsən və yekunlaşdırmışıq. Sən sözü... Sərvaz müəllim üzr istəyirəm, yəqin Nizami müəllimin də yadındadır. 80-ci illərdə, 79-80-ci illərdə həmin o yani inspiration'ın üçlüyü Bakı Dövlət Universitetinin ikinci savunma kontrol salonunda onun müzakirəçisi tələbələr arasında. Bizim bir tələbə yoldaşımız var idi, Akif Əmər. Moskva Qırlaq Üniversitesi'ne Moskva'da okuyordu. Sonra bu gazet koyuyordu. Akif Əhmədgil değil belki ya. Akif Əhmədgil. O kaldı bana söz verilen sizin sözünüze koyuyor. Onun dedi mahiyyətindən, fəlsəfəsindən və sonunda belə bir cümlə işləmirdi. Çox gözəl sənətkar qələmindən çıxıldı. İndi Qəmbər müəllimin təxminən 20-yə yaxın məsələləri var. Onun yaradıcılıqla anlatılmasına şəxsən bələdə bir neçə kitabını ön söz yazmışam, redaktor olmuşam. Ben bir kəşləniz. Fərhad müəllim yaxşı ki yada saldı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların qanı bağısına zəfər tariximizə yazıldı qızıl hərflərlə və həmin ərəfələrdə əlində süngü olmasa da əlində qələm Qəmbər müəllim mənə zəng elədi ki, bəs elə bir iş görmək lazımdır. Nəli? Hər bir şəhərimiz haqqında biz basırıq. Həqiqətən də bir gəzdik şəhərlərlə, ola bilər hansısa müəyyən edirsən deyə. Çox qısa müddətdə Nizami müəllim kitabı hazırladı və şəhərlərlə paylaşdı. Qəmbər müəllim 100 yaşayasınız. Allah sizin istedadınızla verək. 25 üstüsü var. Qəmbər müəllim bu kitabı teşekkür ederim. Sağ olun. Sağ olun. Sağ olun kardeşim. Yine deyirəm, kimsə demək söz qalsa, buyursun. Seyid Ağam müəllim. Seyid Ağam. Seyid və Ağa ikisi bir yerdə biz nəsər? Gəlin ki, orada Ancaq sonra. Ağa sözü, Ağa sözü. Seyid dayandı.
O demek ki mesela fotoğrafı vereceksin çok hızlı. Bu tabii zaman ve zaman. Zaman ve zaman. Finansal olarak kendi şeyleri olursa kendi başlarına kaderlerini tercih. Allah'ın sağlıklarına. Cenab-ı Allah'a hoş geldiniz. Qəmbər haqqında çıxışlar, natülər elə danışdılar ki, hörməti Nizam müəllim, Sazım müəllim, Sərvər müəllim. Elə bir ki, Qəmbər müəllim bir rayonda bizə onlar yaşayacaq. Həqiqətən Qəmbər müəllim həyata yaratmaq olmayan çox bir işin məlumat verirlər. Qəmbər müəllim natüləri dediği kimi gözəl diyaloqdur. Yüksek ahlak sahibi, yüksek terbiye sahibi, yüksek güzel aile başçılığı, güzel kalem var, sağlam kalem var. Ben de natifler kimi, Qəmbər müəllim 75 yaşında onunla söylemişler. Qəmbər müəllim həmişə sağlam olsun. Allah'tan bundan sonra size ne kadar ömür verecekse, bu ömrün nənalı, bərəkətli, sağlam yaşasın olsun. Ben de bir daha təbrik ediyorum. Ve kusura sağlamlığında kusur olduğunu görürsem danışabilmedim. Sesini öyle. Ama özlü borçlu için Qəmbər yok. İki şerli basıyor sonucu kaldı. Bir daha tebrik ederim. Ben burada geçen uçmayacak ya. Yazılı yanında. Kesin yaşlı. Ben sen söyleyeceğim. Ben yaratıcılığında ve önünde de böyle aletler açıyoruz. Herkes sağ olun.